Bəli, sular yeni tikilən hündür mərtəbəli binalarda evlərin içərisinə də nüfuz eləyə bilir. Söhbət təbii ki, yağış sularından gedir. Bakıxanov rezidentdə biabırçılıq, evləri su bastı. Belə bir başlıqda xəbər var. Belə ki, Bakıxanov rezidentdə mənzillərin keyfiyyətsiz olması ilə bağlı fakt aşkarlanıb. Bununla bağlı bloger Səma sosial şəbəkədə məlumat verib, bildirib ki, mənzili yağan yağışlar səbəbindən su ilə dolur, hətta binanın lifləri belə işləmir. Səsi varsa üzərindən şərh etdiyi səsi, bir səsini də eşidək mümkünsə. Bu nə biabırçılıq, bu nə dəhşətdir. Allah. Həqiqətən də necə deyirlər, bir ətək pul ver, ev al, ondan sonra da evin içərisində bir dəniz mənzərəsi gör. Tavandan da su axırsa, yəqin ki, ən sonuncu mərtəbədir. Reklam olunanda bu yeni tikililər indi hansı şirkətə məxsusdursa, hansı yaşayış kompleksidirsə, ağız dolusu reklam olunur. Keyfiyyətinə söz deyilə bilməz, belə danışmaq mümkün deyil də. Yəni, nə bilim, genişliyi, işıqlılığı, nəyi və sonra da görürsən ki, belə hava şəraitindəki yox. Yəni, keyfiyyət o deyil.